Gürcüstan və Sinqapur arasında iqtisadi və siyasi səviyyədə əməkdaşlığın gücləndirilməsi və əlaqələrin dərinləşdirilməsi üzrə razılıq əldə olunub. Baş nazir 2 günlük səfəri yekunlaşdırıb, o keçirilən görüşlər və müzakirə olunan mövzular barədə ətraflı danışıb. Gürcüstan və Sinqapur arasında ticarət 25% artıb, ixracın həcmi isə 9%dir. Maryam Kvişvili və Sinqapurun ticarət və sənaye naziri mövcud və gələcək əməkdaşlıq barədə danışıblar. Xüsusi vurğulanıb ki, şərab və mineral içkilər istiqamətində işlərin 2 qat artırılması potensialı mövcuddur. Paralel olaraq Xarici İşlər Naziri həmkarı ilə müzakirə keçirib, əsas diqqət ölkələr arasında təcrübə mübadiləsinə, gələcək əməkdaşlığa və regional əlaqələrin gücləndirilməsinə yönəldilib. Gecə Tbilisdə baş vermiş qətl hadisəsi üzrə təqsirləndirilən şəxs saxlanılıb. O hazırda klinikadadır. Polisin məlumatına görə saxlanılarkən hüquq mühafizə əməkdaşlarından müqavimət göstərib və əl barmaqlarından xəsarət alıb. Rəsmi məlumata əsasən təqsirləndirilən şəxs odlu silahdan atəş açaraq 4 nəfəri yaralayıb və hadisə yerindən qaçıb. Yaralılardan biri 17 yaşlı yeniyetmə klinikaya aparıldıqdan sonra vəfat edib. 2 nəfər klinikada qalır, 1 nəfər isə artıq evə buraxılıb. Cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Mülki aktivist və yumorist Onise Okriyaşviliyə hücum etməkdə şübhəli bilinən bir nəfər saxlanılıb. İstintaqla müəyyən edilib ki, o iyulun 22-sində Onise Okriyaşviliyə qarşı fiziki zorakılıq tətbiq edib və hadisə yerindən qaçıb. Daha sonra isə Bakı Saburtalo polis idarəsinə özü gələrək təqsirini etiraf edib. Vəkilin verdiyi məlumata görə münaqişə əvvəlcə Onise Okriyaşvili ilə saxlanılan şəxs arasında şifahi mübahisə ilə başlayıb. Daha sonra isə fiziki qarşıdurmaya çevrilib. Saxlanılan şəxs əməlindən peşmandır və müvəqqəti saxlanılma təcridxanasında ittihamının irəli sürülməsini gözləyir. İstintaq Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə aparılır. Rustaveli prospektinin tam bərpasına başlanılıb. Çovelicə küçəsindən Azadlıq meydanınadək yol bütün növ avtonəqliyyat vasitələri üçün bağlanılıb. Məhdudiyyət dövründə hərəkət paralel küçələrdəki alternativ marşrutlarla mümkün olacaq. Layihənin birinci mərhələsində yeraltı kommunikasiya şəbəkələri dəyişdiriləcək. Su təchizatı, çirkab suları, yağış suları və qaz təchizatı mərkəzi şəbəkələri bərpa olunacaq. Həmçinin hava xətləri yeraltı kabel kanallarında yerləşdiriləcək və yeraltı tullantı toplama qutuları quraşdırılacaq. Yeni yol infrastrukturu qurulacaq, yolun hərəkət hissəsi və səki yelinəcək. Asfalt örtüyü salınacaq. Prospektin infrastrukturu əlilliyi olan şəxslər üçün tam uyğunlaşdırılacaq. Layihənin ümumi dəyəri 50 milyon laridir. Gürcüstanın Almaniyadakı səfiri səlahiyyətlərinin icrasına bugündən başlayıb. Etimadnamələr Almaniya prezidentinə rəsmi olaraq təqdim edilir ki, bu da səfirin fəaliyyətə başlaması üçün vacib prosedurdur. Gürcüstan tərəfi 10 ay ərzində bu prosesi gözləyirdi. Etimadnamənin təqdim olunması Almaniyanın artıq keçmiş səfiri Peter Fischerin səlahiyyət müddətinin başa çatması və Gürcüstan 4 illik diplomatik missiyasının yekunlaşması vaxtı ilə üst-üstə düşür. Həmçinin Almaniya Xarici İşlər Nazirliyinin rəsmi saytında indiyədək Salome Zurabishvilinin Gürcüstan prezidenti kimi qeyd edildiyi məlumat silinib. Gürcüstan-Almaniya münasibətləri və əməkdaşlıq imkanları Tbilisdə siyasi qiymətləndirmələrin mövzusudur. Gürcüstan prezidenti Çinin səfiri ilə vidasız görüş keçirib. Əsas diqqət hər tərəfli strateji tərəfdaşlığa nail olunmasına yönəldilib. Söhbət 2 tərəfli vizasız rejimin qüvvəyə minməsi, birbaşa hava əlaqəsinin bərpası və genişləndirilməsi, bir kəmər, bir yol təşəbbüsü çərçivəsində əlaqələrin gücləndirilməsi, azad ticarət imkanlarının inkişafı və ali təhsil diplomlarının qarşılıqlı tanınması haqqında razılaşmaya toxunub. Yüksək səviyyəli siyasi dialoqun davam etdirilməsinin vacibliyinə diqqət yetirilib. Erginetdə insidentlərin qarşısının alınması və reaksiyaləşdirməsi mexanizmi çərçivəsində növbəti görüş keçirilir. Əsas müzakirə mövzusu işğal xətti yaxınlığında baş verən insidentlərdir. Hazırda de facto rejiminin qanunsuz həbsində Gürcüstanın 12 vətəndaşı qalır. Əvvəlki görüşdən bəri işğal xətti boyunca Kareli, Gori və Kaspi bələdiyyələrində 6 qanunsuz sərhəd keçilməsi faktı qeydə alınıb. Məlumdur ki, təhlükəsizlik məsələləri ilə yanaşı tərəflər görüşdə humanitar problemləri də müzakirə edirlər. Acaristanda ilk dəfə sümük iliyi transplantasiyası uğurla həyata keçirilib. Xidmət Batumi Universitet Hospitalında fəaliyyətə başlayıb və artıq 2 xəstə bundan yararlanıb. Yeni tibbi istiqamətin tətbiqi xəstələri həyati vacib müalicəni yerindəcə regiondan və ölkədən kənara çıxmadan almaq imkanı verir. Ölkə miqyasında idman infrastrukturunun inkişafı proqramı çərçivəsində işlər davam etdirilir. Qori şəhərində və Qori bələdiyyəsinin Mecvrivsxevi kəndində müasir futbol texniki mərkəzləri tikilir. Suni örtüklü məşq meydançaları, 300 tamaşaçı üçün nəzərdə tutulmuş tribunlar və idmançılar üçün vacib olan digər infrastrukturlar qurulacaq. Bələdiyyə İnkişaf Fondu ölkə miqyasında 50-dən çox futbol texniki mərkəzinin və suni örtüklü stadionun tikintisini planlaşdırır. Məqsəd regionlarda müasir idman infrastrukturunun yaradılması və gənclər üçün idmana əlçatanlığın artırılmasıdır.